Herkesi bir daha salamlayıram mənim kanalımda. Hər kəsi xoş gördüm və bugünkü vlogu başlamaq istəyirəm belə bir gözəl çay dəmləməsindən. Жалко только, что это не дедушкина ракушка. Ой, а вдруг кожик вырубил ракушку на то... Bunu da bildirmək istəyirəm ki, qızlar, hal-hazırda axşamdır. Uşağı bağçadan götürüb özüm də işdən gəlmişəm və istəyirəm ki, indi biraz çay dəmləyib, çayımı içib ev işlərimə başlayım. Bu həftə hər gün işdən gələndən sonra bəzi işlərimi görürəm və bəzi təmizlik işlərimi görürəm ki, yeni il üçün hazırlıq görürəm ki, yeni ildə təmiz olsun, hər şey evdə təmiz olsun və rahatlıqla bu gözəl bayramımızı qeyd edək. Və həmişəki kimi mən evdə olmayan müddətdə, mən işdə olanda uşaqlar nəsə yeyirlər, içirlər və bu qablar da hamısı yığılıb qalır. Mən axşam gəlib bunları hamısını yuyuram. Bilirəm ki, deyəcəksiniz ki, qızınız var, o niyə eləmir. Bunu bildirmişdim bir neçə dəfə ki, qızım da evdə olmur. Bu il 10-cu sinifdir. Bu il gələn il biraz çətinliyimiz var. Çünki o da mənim yanına gedir, evdə demək olar ki, olmur, 9 üçün gəlir o da. Ona görə tez-tez nə yedilər, içdilər, qaçırlar öz işlərim üçün. Ona görə bunlar burada qalır. Yəqin ki, multikin səsindən başa düşdünüz ki, Emil də həmişəki kimi mənim yanımda burada oturub stol arxasında multiklərine baxır. Sizin bilmirəm necə, mənim ən xoşum gələn bayramlarımdan biri yeni il bayramıdır. Elə bil ki, bir nəsə tezələnir, yenilənir və çox xoşuma gəlir. Xoşum gəlməyən bir şey var ki, dekabr ayı boyu biz bu bayrama hazırlaşırıq, amma bir gün ərzində 31-i bu olub bitir və birinci gün ayın biri durursan və fikirləşirsən ki, buna mı hazırlaşırdıq bu bir gün üçün, amma belə olsa da belə məncə çox gözəl bir hissdir. Bir bayram əhval-ruhiyyəsi olur insanda. İstəyirsən ki, hazırlaşasan, nələrsə eləyəsən ki, nə bilim, bəlkə də bundan heç nə dəyişmir, amma yenə də bir dəyişiklik içimizdə olur, bir dəyişiklik hissi keçirdirik. Və həmişəki kimi arzuluyoruz ki, yeni il daha uğurlu, daha düşərli olsun bizə. Mən isə burada həm sabaha, həm də axşama yemək hazırlayıram. Çoxdandır ki, buzluğumda heç nə yoxdur. Əvvəlcədən hazırlayıb heç nə qoymamışam. Mən bir ildir ki, zaqatovkalar eləyib qoyuram. Amma bu ayı etməmişəm. İstəmişdim ki, bütün mənim xaladelikdəki, marazilkadakı daha doğrusu yeməklər bitsin və tezdən başlayayım. Hal-hazırda bitdi və düşünürəm ki, gələn həftə üçün inşallah zaqatovkalar edəcəm. Bu ay ərzində mən çox çətinlik çəkdim qızlar, çünki o qədər vərdiş oldum ki, istəyən kimi nəsə çıxardıram, bişirirəm, düşürürəm, hazırdır. Amma olmadıqca da belə vaxtımı çox aparır. Axşam gəlib 1-2 saat vaxtım olanda o vaxtımı da yemək bişirmək sərf etməli oluram. İndi bu toyuğa istədiyim ədvətləri əlavə edib bunu ayrı qrildə qoyacağım ki,
orada qızarsın. Kəsməyəcəm, hələ belə necə var, elə də qoyacağım qızlar. Hal-hazırda üstünə darçın əlavə edirəm və toyuq üçün pripravam var, onu əlavə edəcəm və duz istiot. Давай тогда покачаемся на тут радио нет. Я знаю, что надо делать. Сейчас надо поймать станцию. Наша остановка, котятки. Пора выходить. Как уже пора? Мне так понравилось. Toyuq qoyandan sonra mən isə davam edirəm. İstəyirəm ki, bu rakovinini birazdan nestasına əlavə edib yaxşı-yaxşı silim. Mən isə davam edirəm. Burada mən balqabaqdan aş bişirmək istəyirəm və həm də vaxt itirmədən Kamilin dərslərini soruşuram. Baxıram ki, dərslərinə necə hazırlaşıb. Поехали, я еще не бросаю. Это вкусно? Да. Это что? Как ничего. Так ничего, да ничего не задала. Бывает это, что ничего не сдают. Дальше. А по-английскому по-русскому ничего тоже не задали. Завтра всегда, да, завтра русский есть, ничего не задали. А насчет английского, английский это листочек был, нам в классе его дали. И я... Bu isə qızlar sabahsı günün axşamıdır. Hər gün dediyim kimi axşam gələndə bəzi işləri görürəm. Bugün paltar yumaqdan başladım. Və neçə gündür ki, Emil gözünə dururdu ki, gəlin yolkanı qoyaq və biz də fikirləşdik ki, daha qoyaq. Это, наверное, Artıq dekabr ayında başlayaq yolkanı yığmağa. На полу надо делать, да, Мими. Ялка маленькая. Как ты? Əslində yolkamızı təzələmək lazımdır, amma mənim evimdə pişiklər olduğu üçün, Emil də hələ balaca olduğu üçün bu yolka min dəfə yıxılır, qalxır. İqruşkalar yolkada qalmır, pişiklər onları düşürdür. Evdə başlayırlar futbol oynamağa, ona görə fikirləşdim ki, bu yolkanı təzələməyəcəm, qoy qalsın. Və gördüyünüz kimi yolkanı ancaq mənlə Emil bəzədirik. O bu uşaqlar daha o qədər maraqlanırlar yolkayla. Ola bilsin ki, dediyim kimi bu yolkanı təzələsəydik, böyük, gözəl olsaydı, bəlkə də biraz maraqları olardı. Видишь? Мне одна сказала, что это несъедобно. Azərbaycanca danışdınız, Rusdan yazmamaq üçün. Bunu qurutmuşam, amma mənə bir dənə abunəçim dedi ki, bu yeməli rozmarin deyil. Bu ancaq dekorativdir. Bəs niyə qurutdun sən Mən bunu? bilməmişdim də qurudandan sonra videoda dedilər. İndi istəyirəm qurutum. Təmizləyim, heç olmasa qoxusu qəşəngdir də bir. Bunu Temudan sifariş eləmisən sən, yoxsa? Yox, bunu burada Buradan. almışdım. Все, теперь можешь быстро. Yəqin ki, çoxsu başa düşdü ki, Ayka bugün bizdə qonaqlıqdadır. Ayka gəlmişdi bizə
yolkanı bəzəyəndə və bunu təmizləyəndə bizlə burada oturmuşduq. Birlikdə söhbət eləyirdik, çay içirdik. Сказала. Как работает? У меня тоже проблема. Работает. Да. Пах, нет. Лучше я это самого. Я... Как? Они оттуда не пьют. Да? Не устраивает это. А Соня, знаешь, как пьет? Да, Соня. Да, Соня немножко поправилась, Эвелькина А бокал. сколько она весит? Больше постоянно взвешивает Викса. Последний раз 4700. Я не взвешиваю. Неужели я? Залезь, да, на весы вместе с ним? Вообще. Və istədim qızlar yenə bir dənə iş görüm. Hələ ki ayta bizdə söhbət edirik və bu sirtməmi qaşıqlar olan istədim tanıdım. Çünki bura çox çirklənmişdir. Вот здесь. Başta iş Bu arada qızlar sizin üçün çəkəndə rivayətim düşdü, yaxşı ki sınmadı. Bir neçə aydır gəlmişəm, çoxdan deyil, yeni bir şey deyil və ikinci dəfə sınır. Xeyr, daha doğrusu bir dəfə Emir eləmişdik, bir dəfə mən. Bu dəfə də mən etdim. Уже ikinci dəfədir Beləliklə, belə şeylər də baş verir arada. Görürsüz. Boş-boşuna da. Sındı. Sındı. Помогите запихнуть. Çabuğu görselici boş-boş. Ay, все. А что посыпалось? Nasıl Türk'ü bazı için bir şey. Allah lazım seçeyim. Esas yoxla ki işləyir. Allah lazım seçeyim. Arada. Daha göre. Ay, все işlədi. Ах, свет сделай. А, вот откуда это. Это отсюда. Вот. Söhbətlərdə qalmışdı. Подожди, белый свет где? Это белый? Нагло. А это все здесь упало. Ну ничего, все попало. Ничего. Ай, да! Ты сделай белый свет. Все, Я еще так Вдруг там плохо шло. очень смешная. На хамам помочь. Mən isə yeni vakuumator aparatını aldım qızlar. Mən yadınızdaca Temu'dan almışdım 15 manata. O xoşuma gəlmədi və mağazindən bunu aldım 30 manata. Bunu Temu'dan sifariş etməmişim, amma Temu'da da var belə bir şeylər. Və bir dənə də belə 3 nasatkalı vafelnica dönər üçün və sandviçlər etmək olur. Belə bir qab aldım. Воздуха нам не хватит, чтобы долететь до Земли. Что же делать? Прежде всего, постараемся меньше двигаться, чтобы потреблять как можно меньше кислорода. İçliyimi dəyişdim qızlar nasatkasını və istədim ki, uşaqlara sandviç eləyim və baxım necə alınır. Эмиль, я положу. Эмиль, я положу. Они же не успеют.
Где? Ями. Иди смотри. Видел? Ты видел, Ями? Можно было еще пережать. Не буду. На. Ями, на. Və vafli nasatkasında istədiyi yoxlayaq qızlar, uşaqlar dözə bilmədilər. Birinci dəfədən o qədər yaxşı alınmadı, amma ikinci dəfə çox gözəl alındı bizdən. Baxın necə alındı. Qızım üstümə gülür, çünki burada deşiklər oldu. Biraz xəmiri az qoydum ona görə, amma ikinci dəfə baxın necə ideal oldular. Və qızlar həmişəki kimi biraz kənd həyatımızdan da sizə istəyirəm göstərim. Evimizi tikməyə davam etməyə başladıq. Bir ara qalmışdı, davam etmirdi. Fundament atmışdıq, daha heç nə eləməmişdi, amma indi qərara gəldi ki, evi tikib qutaraq. Hələ ki Bakıdan təzəcə gəlmişik, maşından düşmüşük və mən bu göstərdiyim yeri qazıyacağıq. Burada tullantı sular üçün yer edəcəyik və istəyirik ki, biraz da özümüz üçün baseyn qazıyaq bu dəfə. Və keçən gəlişlərimizdə görmüşdünüz ki, bu ağacların altını biz kərki ilə kərkiləyirdik, təmizləyirdik tikanlardan və gözəlləşdirirdi və bu dəfə də biraz işimiz qalıb. Onu da edəcəyik. Hal-hazırda evə baxırıq. Evi biraz yerdən qaldırıblar. Biz də buna baxırıq. İndi buranın içini doldurmaq lazımdır bu dəfə. İçini doldurub sementləmək lazımdır. Həm onu edəcəyik, həm də ekskavator dediyim kimi baseyn yerində qazıyacaq. İdris, kömək edin. Как он ловко все делает. Ой-ой-ой. Фенати, вы скулили? Закулили фенет. Ты видела, он фентит? Он не ехал. Sen o ağaçların bir atak yolu var.
Это... Ой, покажи. Да. Оп. Надо уходить еще как береги. Смотри, как он задом идет. Ай-яй-яй, дерево. Kişi bak, belə işlər elə. Гаражи. Ой-ой-ой. Biz burada aş pişiririk. Deməli qızlar, biz buranın mağazasından alış-veriş edədik. Çünki burada Bakıya baxanda daha münasib qiymətlərdir. Ona görə buradan aldıq. İndi bu açıb qutara bilsə bunu göstərərəm nə almışıq. Burada bu paketlər burada hamısı eynidir. Aldıq şəkər tozu, tualet kağızı. Tualet kağızı 8 dənəli avrodur. Bizdə isə bu burada yarı qiymətdir. Bizdə bunun 2 qat qiymətidir. Deməli burada aldıq 5 kilo şəkər tozu və cəmi 7 manata. Bu şpilkalar burada 80 qəpikdir. Test çayı aldıq 200 qramı. Cəmi 4 manataydı burada. Bunu aldıq. Bu 2 manat nə qədər səhv elə idi. Bu qara çaydı mangonan. Bu semiçka yağıdır. Makaronlar. Baxın qızlar, bu düyü tamaşaya düyüsüdür. Burada cəmi 2.90-adır kilosu. Bunlar burada 1.95-ədir, amma Bakıda bunlar 2 manat neçəsə qəpikdir. 3 dənə aldım bundan və lobya. Lobya da burada kilosu 4.30'adır. Burada biraz kilodan azdır. 3.76'ya. Lobyanı sadəcə yaxşı, xoşuma gəldi, qəşəngdir vroca. Ona görə aldım. Və bunlara qızlar cəmi 95 manat verdik. Görürsünüz. Cəmi 95 manatdır. Görürsünüz. 96 deyək. Bir də burada gözəl balıqlar satılır. Hər gələndə alırıq, təmizləyirik və aparırıq. Bu isə qızlar o dediyi kanalizasiya sular üçün qazdığımız yamadır və indi sizə göstərəcəm bizim baseynimiz üçün qazdığımız yamanı. Dərinliyi 1.60-dır, səhv etmirəmsə. Uzunluğunu deyə bilmərəm, yadımda deyil. Və gördüyünüz kimi hava biraz pisləşib. Amma yenə də xoşdur. Kənd yerində məncə çox superdir belə havalar. Və yağış yağmaq istəyir. Bu da bizim baseynimiz. Gördüyünüz kimi burada biraz qazıyan kimi su çıxmaq istəyir. Ona görə burada biraz su var, amma dərinliyi dediyim kimi 1.60-dır. Bu isə biz ağacların yerini biraz dəyişdiyi baseyni imkan vermirdi, yoxsa qazımı. Onları sulayırıq ki, gələcəkdə yenə də bitib böyüsünlər. Bu isə mən kətdəki gözəlim barsikdir. Biz isə manqal üstü toyuq qızartmaq istəyirik. Biraz quyruq ətindən, yağından qızardıb, üstünə də kartuşka əlavə edəcəyik sacda və bunların hamısını mütləq manqalda edirik. Çünki çox xoşumuz gəlir odunda olan, odunda qızartılmış. Onun öz ləzzəti var. Kimi
gör o maşının 25 yılı var. O hay çıkılarları var bunda. Çok köhnədir. Çok bahadır. Çox çıxarmış. Gözlüğün ha bahadır ne? Burada mı değilse? Bir şey görünüyor. Çok ısınlar. Güzel arkadaşlar. Mən isə hər birinizə təşəkkürümü bildirmək istəyirəm ki, bu videonu sonucan izlədiyiniz, sonucan mənimlə olduğunuz üçün. Əgər video sizin xoşunuza gəldisə, abunə olmağı unutmayın və like qoymağı unutmayın. Gələn görüşlərədək. Abi köyün var bir tane gibi. Подожди, я сейчас сфоткаю.